Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Qurban Bayramı ilə bağlı fətva verib. Gözaltı globalinfo.az-a istinadən xəbər verir ki, fətvada deyilir ki, Ameya Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən Azərbaycan üfüqündə hilalın görünməsinə uyğun olaraq Qurban Bayramı miladi təqvimlə mayın 27-sinə təsadüf edəcək. Şəriətə uyğun olaraq qurban kəsimi mayın 27-sindən başlayaraq 3 gün davam edə bilər. Mayın 27-sində məscidlərdə bayram namazları qılınacaq. Həmçinin qeyd olunub ki, adətən qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, inək və dəvəni də qurbanlıq üçün seçmək olar. Həmin ətin bölgüsündə hər kəs azaddır. Qurban kəsmə ayini təmizlik və yüksək sanitariya şəraitində, münasib yerlərdə icra edilməlidir. Şəriət qaydalarına görə qurban kəsilən heyvan sağlam və kəsmə yararlı olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa münasib sayılmır. Adətən müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı 1 il, öküz və inək 2 ildən artıq, dəvənin isə 5 isi tamam olmalıdır. Şəriətə görə heyvanın üzü qibliyə uzadılaraq qurban niyyəti ilə Allahın adı çəkilərək kəsilməsi vacibdir. Xatırladaq ki, Azərbaycanda Qurban Bayramı və Müstəqillik Günü ilə bağlı qeyri-iş günlərinin vaxtı müəyyən edilib. Bu il Qurban Bayramı 27 və 28 may tarixlərinə düşür. Bununla yanaşı, may 28-də ölkədə Müstəqillik Günü də qeyd olunur. Əmək Məcəlləsinə uyğun olaraq bayram günlərinin eyni tarixə təsadüf etməsi səbəbilə əlavə istirahət günü verilib. Bu səbəbdən 29 mayda qeyri-iş günü elan olunub. Nəticədə 5 günlük iş qrafiki ilə çalışanlar üçün 27, 28, 29, 30 və 31 may tarixləri istirahət günləri olacaq. Söz altında yox, göz altıda qalan.